Salam əziz yoldaşlar, 02.07.2026-cı ildə BB kateqoriyasına informatikadan şəbəkələr bölməsinə aid olan bir sual tipini sizə izah edəcəm. Sual şərtində qeyd edilir ki, internetdə informasiyanın həcmi 1200 megabit olan məlumatın 40%-i 5 megabit saniyə. Qalan hissəsi 15 megabit saniyə sürətlə ötürülərsə, informasiyanı ötürməyə sərf olunan zamanı müəyyən edin. Uşaqlar, biz bunu S bərabərdir VT düsturu ilə də edə bilərik, riyazi bacarıqlarımızla da edə bilərik. İlk öncə 1200 bit saniyə olan məlumatın gəlin 40%-ni tapaq. 1200 vuracaq nəyə? %40-a. Bunlar da ixtisar gedəcək, eləyəcək bizdə neçə? 480 megabit. Qalan hissə, məlumatın bir hissəsini tapdıq 480. Qalan hissəni tapmaq üçün 1200-dən çıxacaq nəyi? 480-i. Bu da eləyəcək bizdə neçə? 720 megabit. İndi uşaqlar, 480 megabit məlumatı ötürmək üçün biz 5 megabit saniyədən istifadə eləmişik. Bax, buradan qeyd edirik ki, 5 megabit saniyədən istifadə eləmişik. 720 megabit məlumatı ötürmək üçün isə biz, yəni qalan məlumatı ötürmək üçün 15 megabit saniyədən istifadə eləmişik. İndi S bərabərdir VT-ni biz buradan hesablasaq, məlumatın ümumi həcmi S buradadır, ümumi sürəti də buradadır. Burada da yenə ümumi həcm buradadır, sürət buradadır. S bərabərdir VT-yə görə T nəyə bərabərdir? S bölünsün V-yə. Gəlin birincini hesablayaq. Birincidə T nəyə bərabərdir? S, yəni 480 bölünsün V-yə, yəni 5-ə. 480-i 5-ə böldükdə eləyəcək bizdə neçə? 96 saniyə. Zamanın ölçü vahidi deyək. Bu olsun T1. T2 nəyə bərabər olacaq? Yenə S bölünsün V-yə, yəni 720 bölünsün 15-ə. Bu da eləyəcək bizdə neçə? 48 saniyə. Bu da bizdə T2 idi. Təbii ki, ümumi zaman istədiyinə görə bizdə yazaraq T1 üstəgələk T2, yəni 96 üstəgəlinsin 48. Bu da eləyəcək bizdə neçə? 144 saniyə. Yəni cavab olacaq Y variantı.